7-ci sual. Ha, oxu görün. 7-ci sual. 2x üstə gəlsin 3y bərabərdir 5-ə. 2x üstə gəlsin 3y Sistem var. bərabərdir 5. O xətti qoy. 3x plus y bərabər 4-ə. 3x plus 4y. Plus y bərabər Y nəyə bərabərdir? 4-ə. Şərtdə nə deyir? Şərtdə tənhərsin x kvadrat üstə gəlsin y kvadratın üzərinə tam deyil. Deməli, x kvadratı üstə gəlsin y kvadratını soruşuruz. Hə. Düzdürmü? Yaxşı. Nətər yazarıq? Tərəf-tərəfdən müəllim vuracağıq 3-ə, Bu, 6 vuracağıq. bəli, ikincini tərəf-tərəfdən mənfi 3-ə vursaq, düzdürmü? İndi tutaq ki, y-ləri yoxlamaq istəyirik də. O zaman birinci tənlik olduğu kimi yazarıq. 2y bərabərdir 5. İkinci tənlikdə nə olacaq? Mənfi 9x çıx 3y nəyə bərabərdir? Mənfi 12. Düzdürmü? Tərəf-tərəfdən toplasaq, nə olur? Mənfi 7x nəyə bərabər? Y-lər istəyir. Mənfi 7-yə bərabər. Bərabərdir mənfi. X da biləmir. X də bərabərdir 1. Gətirib burada yerinə yazsaq, y də bərabərdir 4 çıxılsın 3x. Bu da olacaq 4 çıxılsın 3. Bu da neçədir? 1. Bizdən nəyi soruşurdu? Bizə x kvadrat X kvadrat o da eləyir 2. Evet, sor. Sürəyimiz düşürdə. Necə? 9. 2x plus 3y bərabər 9. 2x plus 3y bərabərdir 9. 3x plus 2y bərabərdir 11. 3x plus 2y nəyə bərabərdir? 11. Nəyə soruşur? X y. X-y hasilində. Yuxarını 2-yə, aşağını 3-ə vuracaq, 6x. Sonra tərəf Bəli, yuxarını nəyə vuraq? Yuxarını 3-ə vuracaq, aşağını 2-ə. Ancaq 2-yə vurur. Yuxarını əgər 3-ə vururuqsa, burada 6x olur. Bəli. O zaman aşağını nəyə vurmalıyıq? 2-yə. Düzdür. Birinci tənli tərəf-tərəfdən 3-ə vursaq, nə olur? 6x üstə gəlinsin, 9y bərabərdir nəyə? 27-yə. İkinci tənli tərəf-tərəfdən mənfi 2-yə vursaq, mənfi 6x çıx 4y nəyə bərabərdir? Mənfi 22. Sonra tərəf-tərəfdən toplasaq, 6x-lər islah olunur. Burada da nə qalır? 5y nəyə bərabər olacaqdır? 5-ə. 5-ə. Y-də nəyə bərabərdir? 1. Y 1-dirsə, gətirib burada yerinə yazsaq, hətta burada fərqi yoxdur. X bərabərdir 11 çıxılsın 2, düzdürmü? Neçələdir? 9. X də bərabərdir 3. Bizdən nəyi soruşurdu? X bərabərdir 3. Yazın. Oxu görün. 12-ci sual. Y bölü x Y bölü x bərabər 0-dan 4-4. 0-dan 4-də 4 uşaqlar biz necə yazarıq? 9-da 4. Tamam. 2x çıxılsın 5y 2x çıxılsın 5y bərabərdir -4. Tənliklər sistemindən y çıxılsın x fərqini tapın. Y çıx x fərqini soruşur. Düzdürmü? Uşaqlar bu birinci bərabərlikdən biz nə yaza bilərik? Y bərabərdir 4k. Düzdürmü? X də bərabərdir nədir? 9k yaza bilərik. Gətirib ikinci tənlikdə yerinə yazsaq, o zaman nə olacaq? 18k. 2 vurulsun x, x 9k'dır, olacaq 18k, çıx, 5 vur y, yəni ki 20k, nəyə bərabərdir? Mənfi 4. Mənfi 2k. Mənfi 2k nəyə bərabərdir? Mənfi 4. K da neçə oldu? 2. K oldu 2. K 2-dirsə, o zaman y neçədir? 8, X də neçədir? Hə? 18. Düzdürmü? 18. Bizdən nəyi soruşur? Y çıx x-i. Y çıx Mənfi x 10. olacaq nə? Mənfi 10. Növbəti sual 19 mənim. 19. Bunu buradan silək. 19 oxu. Modulda Hı. x çıxsın 3, modulda üstə gəlsin. Üstə gəl. Modulda 2y çıxsın 3, modulda kiçik bərabərsizlik. 2 bərabər 0 həllidir. X-i hansı tam? Hə, x-i qırqasını tam. X olsun, y qırqasını tam. Şunlar, iki müsbət ifadənin cəmi yazılır ki, kiçikdir və ya bərabərdir 0. Biz bilirik ki, iki müsbət ifadənin cəmi heç zaman 0-dan kiçik ola bilməz. Amma nə mümkündür burada? X çıx, modulda x çıx 3, üstə gəlin modulda 2y çıx 3, bərabərdir 0 mümkündür. Bəs bu nə zaman mümkündür? Bu ifadələrin hər ikisi 0-a bərabər olduqda. Yəni ki, modulda x çıx 3 də 0-a bərabər olursa, yəni x çıxsın 3 də bərabər 0 olarsa, 2y çıxsın 3 də bərabərdir 0 olarsa, bunların modulları cəmi nə ola bilər? Yəni nə olacaqdır? 0 olacaqdır. Buradan da x nəyə bərabərdir? 3-ə, y də nəyə bərabərdir? 1,5-ə. Düzdürmü? Bizə nəyi soruşur? X vurulsun y. X vurulsun y də olacaq nə qədər? 4,5. Növbəti sual. Sonra 20.
20, 19 qaldı. Ha, dedim. 20. X plus Y bərabərdir A. X plus Y bərabərdir A. X çıxılsın 3Y bərabərdir 6. X çıxsın 3 Y nəyə bərabərdir? 6-ya. 6. Tənlər sisteminin həlli üçün X kvadrat çıxılsın. Lövhə görsənir baxın. Ha, oxu. Tənlər sisteminin həlli üçün X kvadrat çıxılsın Y kvadrat ifadəsinin ən kiçik qiymətini tapın. Tənlər sisteminin həlli üçün X kvadratı çıxılsın Y kvadratı ifadəsinin nəyi tapındır? Ən kiçik qiymətini. Ən kiçik qiymətini tapın. Tənlər sisteminin həlli üçündür. X kvadratı çıx, Y kvadrat ifadəsinin nəyi tapındır? Ən kiçik qiymətini. Ən kiçik qiymətini tapın. Yaxşı. Buradan birinci gəlin Y-i tapaq. Y nəyə bərabər olacaqdır? Bax, birinci tənlikdən, ikinci tənlik tərəfə çıxsa, nə olacaqdır? Hə? 6 çıxılsın. Y, bax, çıxıram tərəfdən. X-lər getdi. Y-dən mənfi 3 Y çıxanda Y üstə gəlsin 3 Y olacaq. Bərabərdir A çıxılsın neçə? 6. Düzdürmü? Yaxşı, buradan da nə olacaqdır? 4 Y nəyə bərabərdir? 6 çıxılsın 6-ya. Y-də nəyə bərabərdir? Hə? A çıxılsın 6 bölünsün 4. Düzdür ya yox? Gətirib indi burada tutaq ki, yerinə yazsaq, birinci tənlikdə X nəyə bərabərdir? X də bərabərdir nədir? A çıxılsın Y. X də bərabərdir olacaq, A çıxılsın Y-i nə tapmışıq? A çıx 6 bölünsün 4. Bunu da sadələşdirsək, o zaman X bərabər olacaqdır 4-də 4A çıx A üstə gələsində 6. Düzdürmü? Bu da bərabər olacaqdır 3A üstə gəlinsin 6 bölünsün neçə? 4. Bizdən də nəyi soruşur? X kvadratı çıx, Y kvadratı nəyi soruşur? Ən kiçik qiymət. Ən kiçik qiymət. İndi biz X kvadratını, buranı yazmışsınız. Hə? Burada yazın buranı, siləcəm. Deməli, bizdən X kvadratı çıx, Y kvadratı ən kiçik qiyməti soruşur da, düzdür? X kvadratı çıx, Y kvadratı nəyə bərabərdir? Bunu X çıx, X üstə ya Y-də yaza bilərsiniz və yaxud da onun kvadratı, bunun kvadratını ayrıca tapıb tala bilərsiniz. X kvadratı nədir uşaqlar? 16-da nə olacaqdır? 3A üstə gəlməsin 6-nın mötərizə kvadratı. Düzdürmü? Çıx, Y kvadratı nə olacaqdır? 16-da A çıxılsın 6-nın mötərizə kvadratı. Bu da bərabərdir. Məxrəcləri eyni olan kəsrlərin çıxılmasıdır. Birinci mötərizəni açsaq, nə olacaq? 9A kvadratı üstə gəlir. Birincidə ikincinin hansının ikimisidir. Neçədir? 36A üstə gəlirsin 36. Çıx. Burada artıq çıx olduğuna görə burada işarələr əksinə dəyişəcək. Olacaq çıx A kvadratı. Burada çıxdı, amma burada da çıx. Olacaq üstə gəl. Birincidən ikincinin hansının 12. Üstə gəl 36. Amma burada çıx olduğuna görə çıx 36. Biraz da sadələşdirsək, bu da bərabərdir. 16-da 9 A kvadratdan A kvadratı çıxsa 8 A kvadratı üstə gəl. 48A. Neçə elədi bu? 48A. Düzdürmü? 36'lar da nə oldu? İslah olundu, getdi. Düzdür? Biraz da sadələşdirsək, bu 8-ə ixtisarı gedir. Düzdürmü? 8-i çıxarsan mötərizə xaricinə A kvadratı üstə gələnə qalır. 6A bölünsün neçə? 16. Bu da bərabərdir. 8 ilə 16 ixtisarı getdi. Nə qaldı burada? 2. Burada da nə qaldı? A kvadratı üstə gələnsin 6A. Düzdürmü? Bizə nəyi soruşurdu dediniz? X kvadratı çıx, Y kvadratının nəyi soruşurdu? Ən kiçik qiymətini soruşur. Bu da bərabərdir. 2-dən. Bu A plus 6-nı, 6A-nı necə yaza bilərik? A üstə gəl 3-ün mötərizə kvadratı. Düzdürmü? Açılışda nə var? A kvadratı üstə gəl 6A, üstə gəl 9. Amma çıx 9 yazmalıyam ki, ifadə dəyişməsin. Düzdür? Bax, burada üstə gəl 9 yoxdur. Bunun açılışında üstə gəl 9 var. Düzdür? Çıx 9 yazmalıyam ki, o ifadə dəyişməsin. Bizdən də bax, bu kvadratik funksiyanın nəyi soruşur? Ən kiçik qiyməti soruşur. Biz bunu əsasən kvadratik funksiyaları keçəndə geniş şəkildə izah veririk. A bərabərdir, -3 olduqda, A bərabərdir, -3 olduqda, A bərabərdir, -3 olduqda, bu ən kiçik qiyməti nə olur? A bərabərdir, -3 olduqda ən kiçik qiyməti bərabər olur. -3 bura qoyanda nə olur? Bu sıfıra gedir. 0 çıxılsın 9 bölünsün 2, -9 bölünsün 2, o da olur necə? -4,5. Bunlar kvadratik funksiyalara aid olan misallardır. Orada geniş şəkildə izah edəcəyik. Oxu görün, 21-ci sual.
modulda x çıxılsın y, Modulda x çıx y üstə gəlsin 1, modul. bərabərdir x plus y plus 1. Ha? Modulda ikinci təmin, modulda x plus y plus 1, Ha. bərabərdir x çıxılsın y plus 1. Ha. Gəlmişlər sistemini həll edir. Nələr sənə həll edir. Deməli, uşaqlar, siz məsəl üçün modulda x bərabərdir 4 təmini həll edəndə necə yazırsınız? Hansı ədədlərin modulu 4? Müsbət 4-də mənfi 4. İndi deməli bunu bir dəfə bax bunun müsbətinə bərabər edəcək. Bax yazıram burada. X çıx y üstə gəlsin 1 bərabərdir bax bunun müsbətinə x üstə gəlsin y üstə gəlsin 1. Düzdürmü? Bir dəfə də nə olacaqdır? X çıxılsın y üstə gəlsin 1 bərabərdir bunun mənfisinə. Mənfi x üstə gəlsin y üstə gəlsin 1. Düzdürmü? Bunu bu metodda yazıram ki, bu həllərin birləşməsi. Bunu da həll edəndə eyni qaydada yazacağım ətrafına. X plus y plus 1 bərabərdir nəyə? Bunun müsbətinə. Düzdür? Bir dəfə də yazacaq ki, x üstə gəl, y üstə gəl 1 bərabərdir bunun mənfisinə. Düzdür? Hə? Bunu da bu metodda yazırıq ki, həllərin birləşməsi. Məsələn, modulda x bərabərdir 4 tane əlində biz yazırıq ki, x bərabərdir mənfi 4, x bərabərdir müsbət 4 həllərin birləşməsidir də. Düzdürmü? Hə? Hə, indi onların axırda beləlikdə kəsişməsinə baxacaq da sistem metodasında. Bunu silək. Silək. Hə, bax bu metoda. Yaxşı. İndi sadələşdirək. Bu x-lər nə oldu? İslah olundu. Hə? 2y nəyə bərabər oldu? 2y bərabərdir 0. Düzdür? Burada da bax, bu mötərizəni açsaq, mənfi x edir. O tarafa keçirəndə müsbət x olur. 2x edir. Düzdür? Burada mötərizəni açanda mənfi y, onlar gedəcəkdir. Bu da bərabərdir nəyə? Mənfi 1 burada, düzdürmü? Bu 1 də o tarafa keçirəndə neçə edəcəkdir? Mənfi 2. Düzdürmü? Böyle. Sonra bunu da həll etsəz, eyni cavab alarsınız. Bax, yoxlayaq. X-lər getdi. Nə oldu burada? 2y, 2y, düzdürmü? Bərabər nəyə? 0-a. Gördünüzmü? Bax, bunu da həll etsək, o zaman nə olacaqdır? Mənfi x-dir, bir tarafa keçirəndə müsbət x olur. 2x. Burada müsbət y edir. Onlar da islah olunur. Nəyə bərabərdir? Bərabərdir. Neçə oldu? Bir dəqiqə baxaq. Mənfi 1. O tarafa keçirəndə nə olur? Mənfi 2. Düzdür? Yəni, eyni tənlik aldıq da. Elə bunlardan birini həll etsək, bizə bəs edirdi də. Elə deyil. Hə? Buna görə bax, bunu elə burası belə. Belə verilmişdir. Yəni, yekun cavabımız belə oldu ki, y bərabərdir 0, x də nəyə bərabərdir? Mənfi 1. Düzdür? İndi gətirik məsələ. Y bərabərdir 0 qiymətini burada yazanda, y-ki yerinə 0 qoysaq, nə olur? Y bərabər 0 olduqda, y bərabər 0 olduqda. Olur x modulda x plus 1 bərabər nəyə? X plus 1-ə. Hansı ədədlərin modulu özünə bərabərdir? Mənfi olmayan ədədlərin. Mənfi olmayan, yəni ki, müsbət və 0-a. Məsələn, deyirəm ki, hansı ədədlərin modulu özünə bərabərdir? 5-in modulu nə edir? 5. Yəni, 0-ın modulu nə edir? 0. Amma mənfi 5-in modulu nə edir? Müsbət 5 edir. Mənfi olmayan ədədlərin modulu nədir? Özünə bərabərdir. Niyə elə baxırsan ki, qəribə? Başa düşmədin? Az qalmış mən kəsiləsən. Hansı ədədlərin modulu deyirəm özünə bərabərdir? Mənfi olmayan ədədlərin də. Elə deyil mi? 0 məsələn. 0 modulu özünə bərabərdir. Müsbət ədəd. Yəni mənfi olmayanına görə deyilir ki, 0 da ora daxildir. Aydın oldu? Amma mənfi 5-in modulu özünə bərabər deyil axı. Yəni mənfi olmayan ədədlərin modulu özünə bərabərdir. Ona görə də burada yazacaq ki, x plus 1 nə olmalıdır? Böyükdür və ya bərabərdir nə olmalıdır? 0 olmalıdır. Yəni ki, x nə olacaqdır? Böyükdür və ya bərabərdir mənfi 1. X böyük bərabərdir mənfi 1, y də nəyə bərabərdir? 0 artıq. Belə. Yazın. 23-cü sual oxu. X plus y çıxılsın 2. X plus y çıxılsın 2 bərabərdir 0. ha. İkinci təmrin modulda x çıxılsın y çıxılsın 2 bərabərdir 0. Təmrinlər sistemində x çıxılsın y fərqini tapın. X y fərqini soruşaq. Uşaqlar, biz modulda x-in tərifini bilirik də nədir?
X yazırıq, dedik nə zaman x sıfırdan böyük olduqda. Düzdür? Sıfırı yazırıq nə zaman x bərabər sıfır olduqda. Mənfi x yazırıq nə zaman x kiçikdir sıfır olduqda. Düzdür? İndi burada birinci şərti yazaq. Birinci şərt. X sıfırdan böyük olarsa. X sıfırdan böyük olanda ne olur? Bu üç bu tane olduğu kimi yazacaq. Ne olacak? X plus y bərabərdir 2. X sıfırdan böyük olanda burada ne olacak? X yazacaq da. X çıxılsın y. Bu mənfi kimi də sağ tərəfə keçirəndə nə olur? Müsbət 2. Düzdür mü? Hə? Tərəf tərəfə toplasaq nə olur? 2x nəyə bərabərdir? 2x bərabər 4'də. X nəyə bərabərdir? 2. Düzdür mü? Y-likdə neçə olur? Gətirib bu yerine 0 edirəcəz. 0 eləmir ki. Ben sıfır edirəm. 0 edirəcəz. Ha. Şöyle şart nə qoymuşuq? X sıfırdan böyükdür. X neçə tapmışıq? 2. Sıfırdan böyükdür. Bəli, bu həmli götürə bilərik. Bu bir. İndi x bərabərdir 0 olsa burada nə olacaqdır? Y bərabərdir 2. Burada nə olacaqdır? X bərabər 0 olsa y bərabər neçə olacaq burada? Ha? Mənfi 2. Doğru olmayacaqdır. Düzdürmü? Burada 2 alacaq, burada nə alacaq? Mənfi 2 alacaq. Ona görə şimdi yazıram. X sıfırdan kiçik olarsa onu yazıram. Böyle ikinci şərti şifayı yolladım. İndi x sıfırdan kiçikdir şərtini yoxlayırıq. X sıfırdan kiçikdir olur. Baxın. Birinci tənliyi yenə də olduğu kimi yazacaq. Burada modulu yoxdur. Ha? İkinci tənlikdə artıq x sıfırdan kiçik olursa yerinə nə yazacaq? Mənfi x yazacaq. Modul x'in tərəfinə görə. Mənfi x çıxılsın. İndi bərabər neçə? X var 2. Doğrudur. Ha? İndi bunları tərəf-tərəfə toplasanız nə alırsınız? Bu x'lər getdi, y'lər getdi, 0 bərabərdir. Nə alırsınız? 4. Bu da ki, doğru olmayan bir bərabərlikdir. Yəni ki, boşluqlu yazırıq da, burada həll yoxdur. Aydın oldu. Sonra genelde harada oldu? Burada oldu. 0 olduqda da gördünüz ki, doğru olmayan bərabərlik alınır. Çünki burada biz kəsişməsinə baxırıq. Ortaq həllər. Burada y bərabərdir 2 tapırdıq. Burada y bərabərdir nə tapırdıq? Mənfi 2 tapırdıq. X bərabər 0 olduqda. Onda yeganə hal nə zaman oldu? X sıfırdan böyük olduqda oldu. X neçə oldu? 2. Bir də ki y neçə oldu? 0. Bizdən nəyi soruşurdu burada? X çıxılsın y fərqini. X çıxılsın y fərqini soruşur. Bu da olacaq neçə? 2. Sonra. O bir son. Növbəti son. 26. Neçə? 26. Yaxşı, oxu. Yaraşır. 10x kvadrat plus xy minus Y. bəli, çıxılsın 3y kvadrat Bəli. bərabərdir 19. Bərabərliyini ödəyən x və y natural ədədlərin hasilini tapın. Uşaqlar, bunun qrupları ayırsa 10x kvadratın qrupları nədir? 5 bəli x, 2x götürsək əgər burada. O zaman burada neçə götürsək doğru olacaqdır. Hı? Burada 3y, burada mənfi y götürsək doğru alınır mı? Çarpaz vururuq. 6xy, çarpaz vuranda mənfi 5xy, toplayanda ortadaki həddi verir mi? Mənfi 5xy, 6xy, müsbət 1xy verir. Doğrudur. O zaman sonra ne edirik? Qarşı-qarşıya cəmləyirdik. Olacaq nə? 5x üstə gəlinsin. 3y vur. 2x çıxılsın. y bərabərdir. Orada şərtdə də qeyd olunur ki, x, y natural ədədlərdir. Düzdürmü? Qeyd olunur yoxsa yox? Ha. 19 və 2 uşaqlar biz bilirik ki, necə ədəddir? Sadə ədəd. Onu necə yaza bilərik? 19 vurulsun 1 kimi yaza bilərik də. Düzdürmü? Ona görə yazıram 5x plus 3y bərabərdir 19. 2x çıx y ilə bərabərdir 1 götürsək, biz burada belə bir sistem alırıq. Sonra da ki, indi y-ləri dəki yoxlamaq istəyiriksə, 3'ə vursaq, ikinci tənliyi tərəf-tərəfdən. Birinci tənliyi heç nəyə vururuq? 5x üstə gəlsin. 3'ə götürə düşür bu şey kameraya. Hə? Bəli, düşür. Hə, 3'ə vuranda burada nə olur? 6x çıxılsın 3y bərabər necə? 3. Tərəf-tərəfə toplayanda uşaqlar y-lər islah olunur. Neçə qalır burada? 11x bərabərdir neçə? 22. 22. X də 2. X də bərabərdir 2. X 2-dirsə, gətirib burada yerinə yazsa, y də bərabər olacaq 4 çıx 1, neçə elədir? 3. Düzdürmü? Hı? Hasilini istədim. Bizə nəyi soruşurdu? Hasilini. Hasilini. X vurulsun y. X 2, y-dəki 3, hasili də olacaq 6. Yazın. Dokuz. 29. Bəli. 26'nı yazdı. Bəli. Bəli. Nə vaxt yazdı? Ha. Bayan. 29. Oxu görün. AX üstə yazın B, Y bərabərdir. Burada A verilib də.
Vermeyib. Vermir. Diaqramda verilir də. Bəli, bəli. Ha, elə anı birbaşa deyəməm. Anı neçə deyil? A neçə verir? 4. 4x plus b-dir. B neçə verilir? 3 mənim. 3y bərabər nə yazılıb? S. Sonra o birisində M 5'dir. neçə? 5x üstə gələnsin. M kaç 2? 2y bərabər Beraberlik kaya. kaya. Ha. Burada birinci tənlik üçün həll verilir. Bu tənlindir, həllin neçədir? Verilmir. Köklərindən Köklərindən biri biri. 3,5 ilə 2-dir. 3,5 ilə 2'dir. İkinci tənlik üçündə həll neçə verilir? 3,4 2,4 ilə neçə? 3. Düzdür. Yəni ki, birinci tənlikdə x-in yerinə 3,5 qoysaq, y-in yerinə 2 qoysaq, seni tapa bilərik. İkinci tənlikdə də x-in yerinə 2,4, y-in yerinə 3 qoysaq, kanı tapa bilərik. Düzdür. Gəlin tabaq. O zaman s nəyə bərabərdir? 4 vurulsun 3,5 nə qədər edir? 14. Düzdürmü? Üstə gəlinsin 2 vurulsun 3 neçə edir? 6. Neçə elədi? 20. Düz vurduqda K nəyə bərabər olacaqdır uşaqlar? X-in yerinə 2,4 qoyanda 5 vurulsun 2,4 neçə edir? 12. Üstə gəlsin 2 vurulsun 3 neçə elədi? 6. Bu da neçə elədi? 18. S-ni də tapdıq, K-nı da tapdıq. O zaman təzədən tənliklər sistemimizi yazsaq, 4x plus 3y bərabərdir, deməli 18 imiş. 5x plus 2y də nəyə bərabərdir? Hə, kandışı tapdıq, bu sağ yazılır. S 18-dir bə. 20-dir. Bu neçə oldu? 18. Düzdür mü? Bizdən nəyi soruşuyor? AX plus BX beraber C. İşte axırda nəyi soruşuyor? Həlli. Tənliklər sistemi həll edin. Bəli. Kesin, həll edin. Şimdi tutaq ki, iyilikləri yox etmək istəyiriksə, aydın oldu. Bunu 2'ye vursam, bunu nəyə vurmalıyam? Mənfi 3'ə vurmalıyam. Əks. Əmsallar nə olmalı? Əks ədərlər olmalı. Birinci tənlik tərəfdən 2'ye vururam. Nə olacaqdır? 8x Üstə gəlsin. üstə gəlsin 2 edilir. Nəyə bərabər? 40. İkinci tənlik tərəfdən mənfi 3'ə vurursam, mənfi 15 Çıxılsın. 54. Düzdür mü? İndi tərəf-tərəfə toplasaq, y-lər islah olunur. Neçə elədir? Mənfi 7x nəyə bərabər? Mənfi 14'də x də neçə oldu? 2. X oldu 2. X tapdıq 2. Düzdür mü? Gətirib burada və yaxud da burada x-in qiymətini qoysaq, y-i də tapa bilərik də. 2'ni qoysaq 10 üstə gəlirsin. 2y nəyə bərabərdir? 18'ə. Y də nəyə bərabərdir? 4. Tənliklər sistemini həll edirik. X oldu 2, y oldu 4. Sonra 32. 32. 4x plus 5y bərabər C tənliyini. 4x plus 5 nə? 5y bərabər C. Hə. Tənliyinin həlləri çoxluğu A. Bax bir dənə onu. Diaqramda. Hə, elə bir dənə verilir. Hə. Və eyni şeydir uşaqlar. Bu da elə onun kimidir. Və burada verilir. Diaqram çəkmirəm. Eyni şeydir əslində. Burada nə verilir hə? A-ya verilir. Hə, nə verilir? Neçə? 2 və 2 və 3. 2 ilə 3 tamamda 5. Eyni şeydir əslində. Sonra Üç burada tamam 8'dir. 3 tamamda 8 yaxşı. Burada nə yazılır? 3x plus 4y bərabərdir. 3x plus 4y bərabər. Eyni şeydir əslində. Bu da B-yə aiddir. Burada Orada nə verilir 5, bir də 1,5. 5 ilə 1 tamamda 5. Eyni misal. Yenə də deyir ki, x, y cütlüyünü tapır. Düzdür? Yenə də eyni qaydada. X-in yerinə 2 qoyacaq, y-in yerinə 3,8 qoyacaq, s-ni tapacaq. Eyni misal. 4 vurulsun 2 nə qədər edir? 8. Üstə gəlinsin 5 vurulsun 3,8 nə qədər edir? 580 40, 15, 19 edir. Hə? Düz vurduq. 5 və 8 40, 5 və 15 vurdur. K-nı tapsaq, K nəyə bərabərdir uşaqlar? 15 üstə gəlinsin neçə edir? 4'ü 1,5'ə vuranda neçə edir? 6. Düzdür? Və neçə elədi? 21. S və K-nı tapdıq. İndi təzədən tənliklər sistemimizi yazsaq, 4x plus 5 idi. Deməli, nəyə bərabər imiş? 27-yə. 3x plus 4y də nəyə bərabər imiş? 21. Düzdürmü? Burada da nəyə soruşdu? X, y tapın. X plus y. X plus y tapın. Hə? X plus y. Yaxşı. Yuxarını vuracaq 4'ə aşağıda mənfi 5. Tərəf toplayanda burada heç nə vermir. Düzdür, 7, bir də 9 olur. Ona görə ehtiyac yoxdur belə demək. Yaxşı. Hə, bu yuxarını tutan ki, nəyə vurduq dedin? 4'ə 4'ə vursan nə edir? Yaxşı. 4'ə vurduq bunu. İkinci tənlikdə nəyə vurduq? Mənfi 20. Mənfi neçə? Mənfi 5. Beşə. Düzdürmü?
Birinci tənlik tərəf tərəfdən 4-ə vururum. Nə olur? 6x üstü yazır. 20 y nəyə bərabərdir? 4 vur 27. 108 eləyir. Hə? Bəli. İkinci tənlik tərəf tərəfdən mənfi 5-ə vursa, Mənfi 5. x çarpı 20 y 20 y nəyə bərabərdir? Şu an mənfi neçə? 105. Mənfi 105'ə. İndi tərəf-tərəfə toplasaq, y-lər islah olunur. Neçə qalır? X bərabərdir neçə? 3'ə. Düzdür. X-in qiyməti gətirib burada ya burada yerdən yazsaq, y-i tapsaq, olacaq 12 üstə gəlirsin. 5y bərabərdir 27-yə. 5y nəyə bərabərdir? 27-dən 15'ə. Y nəyə bərabərdir? 3. X oldu neçə? 3'ə. Nəyə soruşur? Zərbəli. X üstə y deyil. X üstə y nəyə bərabərdir? 6'ya. Yazıq.